Başlayaq. Ölkəni mən göstərirəm, hansı ölkə olduğunu siz qeyd edirsiniz. Avropada yerləşən bu ölkə Fransa. Fransa, əla. Fransa neçə yarımkürədə yerləşir? 3. 3 yarımkürə, əla. Hansı xətt kəsir? Şimal Qərb yarımkürə. xətti kəsir. Bəli, şimal, şərq və qərb yarımkürəsində yerləşir. İqtisadi cəhətdən necə ölkədir? Yüksək. Yüksək inkişaf etmiş ölkədir, tamamilə doğrudur. Yüksək inkişaf etmiş ölkədirsə əhalinin təbii artımı neçənci tipi xarakterlikdir? Birinci. Birinci tipi xarakterlikdir, əla. Yəni əhali burada zəif templə artır. Respublikadır yoxsa monarxiya? Respublika. Təbii ki, respublikadır. Fransa respublikası. Federativ yoxsa unitardır? Federativ. Unitardır. Avropanın federativlərini təkrar eləsək, Belçika dövləti federativdir. Sonra Almaniya federativdir. İsveçrə konfederativdir. Avstriya federativdir. Bosniya-Herseqovina federativdir. Rusiya Şərqi Avropadan götürmək olur. Yəni əsas federativ ölkələr bunlardır. Federativlərin sayı azdır. Federativləri bilsəz, qalanı hamısı unitardır deyə bilərsiniz. Fransanın cənub hissəsi hansı iqlim qurşağında yerləşir? Aralıq dəniz iqlimi tamamilə doğrudur. Burada təbii zona nədir? Zodiyarpaqlı meşələrdir. Əla. Zodiyarpaqlı meşələrdə deməli hansı torpaq tipi xarakterlikdir? Qəhvəyi torpaqlar, əla. Bəs burada sizcə hansı bitkisinin inkişafı üçün təbii şərait mövcuddur? Sitrus tamamilə doğrudur. Sitrus bitkisiliyi, zeytunçuluq, üzümçülük və s. Bəs sizcə qalan hissəsi hansı iqlimdə yerləşir? Əsas hissəsi mülayim iqlim tamamilə doğrudur. Qərb hissəsində hansı tipdir? Mülayim dəniz tipidir, əla. Şərq hissəsində isə mülayim kontinental tip. Deməli, Fransa ilə İspaniya sərhədində yerləşən dağ sistemi. Hansı dağlardır burada? Pireney dağları, əla. Bəs İtaliyanın şimalında burada bir neçə ölkəni əhatə edən bax bu dağlar hansı dağlar? Alp dağları, tamam. Deməli Fransa ərazisində cavan dağlar var. İfadəsi doğrudur. Cavan dağlar geosinklinal hansı inkişafındadır? İnkişaf mərhələsindədir. Üçüncü mərhələsində. Geosinklinal platforma çevrilməsinin üçüncü mərhələsidir. Tamamilə doğrudur. Gəlin burada bəzi coğrafi obyektləri müəyyən edək. Böyük Britaniya ilə Fransa arasında Lamaş tuneli də burada keçir. Sonra bir rəqəm ilə təsvir edilən Yuxarı göl. Yuxarı göl dünyanın ən Şirin su gölü. hansı okean hövzəsinə aiddir? Atlantik. Əla. Atlantik okean hövzəsinə aid olan ən iri göl məhz Yuxarı göl hesab edilir. Sonra Cənubi Amerikanın şimalında yerləşən göl? Cənubi Amerikanın şimalı. Marakaybo gölü. Bəli, hansı ölkədə yerləşir? Venezuela. Venezuela, əla.